Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika test toplusundan düzxətli bərabər təcilli hərəkəti mövzularının test izahlarına baxacağıq. Gəlin birlikdə testlərə başlayaq. Birinci, düzxətli bərabər təcilli hərəkət mövzusunun birinci testi. Sürətin dəyişmə yeyinliyini xarakterizə edən kəmiyyət necə adlanır? Biz bildiyimiz kimi təcilin düsturunu qeyd edirik. A bərabərdir V çıxılsın V0 bölünsün T. Təcilin düsturu sürətin yer dəyişməsinin zamana olan nisbətinə bərabər olan bir kəmiyyətdir. Və bizdən isə soruşur ki, dəyişmə yeyinliyini, yəni sürət dəyişməsini göstərən, xarakterizə edən kəmiyyət hansıdır? Ona görə də cavabımız olacaq B variantı, yəni təcil. 2. Ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan fiziki kəmiyyət necə adlanır? Eyni şəkildə yazırıq. A bərabərdir V çıxılsın V0 bölünsün T. Yəni vahid zamanda T bərabərdir 1 olduğu halda təcil nəyə bərabər olacaq? V çıxılsın V0-a. Yəni sürət dəyişməsinə bərabər olacaq. Bu kəmiyyət necə adlanır dedik? Təcil adlanır dedik. 3. Düzxətli bərabər təcilli hərəkət edən cismin sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Burada təcilin düsturunu tapmağı bizə göstərir. Düsturumuzu qeyd edirik ki, tənliyə yaza bilək. A bərabərdir. Deməli, bizim düsturumuz necə idi? Sürətin yer dəyişməsinin zamana olan nisbəti. Baxırıq, başlanğıc sürət, yəni V0-ımız sıfırdan başladığı üçün, yəni qrafikimiz sıfırdan başladığı üçün başlanğıc sürətimiz gedəcək 0 olacaq. Son sürətimiz baxırıq bu nöqtədirsə, bu nöqtədə bizim son sürətimiz 0,5-dir. Bu nöqtədə bizim zamanımız isə 5-dir. Gətirib nisbətlərini yazırıq. 0,5 bölünsün 5. Cavab eləyəcək 0,1 metr böl saniyənin kvadratı. Cavab olacaq B variantı. 4. Düzxətli bərabər təcilli hərəkət edən cismin sürətinin zamandan asılı qrafikinə əsasən onun təcilini hesablayın. Yenidən düsturumuzu yazırıq. A bərabərdir V çıxılsın V0 bölünsün T. Baxırıq, V0-ımız necədir? Başlanğıcdan başladığı üçün yenə 0-dır. Onda qalır, bu şəkildə yazırıq. Onda qalır son sürət və zaman. Son sürətimiz 10-dur, zamanımız 2-dir. Cavabımız eləyəcək 5 metr böl saniyənin kvadratı. Cavab B variantı. 5. Düzxətli bərabər təcilli hərəkətdə cismin sürətinin modulu hansı ifadə ilə təyin olunur? Biz bilirik ki, 3 dənə fərqli düsturları var. Təcildən, zamandan və həmçinin də sürətdən asılı qrafikləri. Yəni hansını göstərirsə, hansının konstant olduğunu göstərirsə, biz onlara baxacağıq. Və mən onların üçünü də birlikdə qeyd eləməyəcəm. Yavaş-yavaş qeyd edəcəm ki, hamısı sizin yadınızda qalsın. Bu birincisidir. S bərabərdir yol düsturumuz. Bu təcildən asılı, yəni təcilin sabit qiymətində yolun tapılmasıdır. S bərabərdir V-nin kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2A. Bunu yadımızda saxlayırıq, bu bizə lazım olacaq. Deməli, S-in bir düsturu, bura qeyd edirəm, birinci. S-in bu düsturundan bizdən soruşur ki, cismin sürətinin modulu hansı ifadə ilə təyin olunur? Biz buradan sürəti tapsaq, yəni son sürəti tapsaq V-nin kvadratını. Gəlin belə tapaq. V-nin kvadratı burada yazıram. Sağ tərəfdə yazıram. Yazıram, məsəl üçün, V-nin kvadratı tənlik halına gətirirəm. V-nin kvadratı çıxılsın. V0-ın kvadratı bərabərdir. 2A-nı da S-ə vururam. Çünki bunun bilirik ki, aşağısında 1 var. Ona görə V-nin kvadratı çıxılsın. V0-ın kvadratı bərabərdir 2AS. Buradan V-nin kvadratını tapıram. V-nin kvadratı bərabərdir 2AS üstə gəlinsin. V0-ın kvadratı. V-nin özünü soruşur, kvadratını soruşmur deyə kök altından istifadə edəcəyik. Kök altında V0-ın kvadratı üstə gəlsin 2AS. Baxırıq cavablarımızda B variantı. B variantı uyğundur. V0-ın kvadratı üstə gəlsin 2AS. Aydın oldu. 6.
Bərabər yavaşlayan hərəkət edən cismin koordinatının zamandan asılılığı hansı düsturla ifadə olunur? Baxırıq, əgər bizdən bərabər yavaşlayan hərəkət deyilirsə, siz bu x hissələrinə baxmırsınız. Yəni, x hissəsində mənfi müsbətlərə baxmırsınız. Çünki o bizdə hərəkətin istiqamətini göstərmək üçündür. O işarələr bizə hərəkətin istiqamətini göstərir. Biz bu işarələrə baxmırıq, buradakılara. Buradakı işarələrə baxmırıq. Ancaq xəttin sağında, yəni həm sürətin, həm də təcilin arasındakilara baxacaq. Yəni, qarşısında olan işarələri izləyəcək. Bərabər yavaşlayan hərəkət olmağı üçün biri mənfi, biri müsbət olmalıdır. Hər ikisi mənfi və yaxud da hər ikisi müsbət işarə olarsa, bu hərəkət, baxın, yazıram burada müsbət olarsa bərabər yeyinləşən, əgər həmçinin mənfi olarsa, bərabər yeyinləşən, biri müsbət, biri mənfi olarsa, bu bərabər yavaşlayan hərəkətdir. İndi baxırıq. V-nin qarşısında müsbətdir, A-nın qarşısında mənfidir. Bu necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Baxırıq, V-nin qarşısında müsbətdir, A-nın qarşısında müsbətdir. Bu necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. V-nin qarşısında mənfidir, təcilin qarşısında mənfidir. Bu necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. V-nin qarşısında mənfidir, A-nın qarşısında mənfidir. Bu necə hərəkətdir? Yenə təcil bərabər yeyinləşən hərəkətdir. Bir dənə qalır C variantımız. Baxırıq burada. V-nin qarşısında mənfidir, A-nın qarşısında müsbətdir. Demək olur cavabımız C variantı. Əgər ola bilərdi ki, V-nin qarşısında müsbət, A-nın qarşısında mənfi. Bu şəkildə də həmçinin hərəkət bərabər yavaşlayan hərəkət olacaqdır. Keçirik 7. Dəqiqə, bunu silim. Eləyim 9-da düşsün. 9 düşmədi. 7. Maddi nöqtənin düzxətli bərabər yeyinləşən hərəkəti zamanı hansı kəmiyyət sabit qalır? Bilirik ki, dərsimizin adından da göründüyü kimi bərabər təcilli hərəkət iki cür olur. Bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkət. Əgər bərabər yavaşlayan, bura yazım. Bərabər yavaşlayan, bərabər yeyinləşən, bərabər təcilli. Bu sözlərdən üçü olarsa, yəni üçündən biri olarsa, bu zaman hərəkət bərabər təcilli hərəkətdir. Hansı ki, biz öncəki testlərdə də, izahlarda da demişdik ki, bərabər sürətli, düzxətli bərabər sürətli hərəkət söhbətindən eləyirdiksə, bu zaman biz sürəti konstant götürürdük. Amma burada bizdən bərabər yeyinləşən, bərabər yavaşlayan və bərabər təcilli sözlərindən istifadə olunursa, bu hərəkət A-nın konstant, yəni təcilin konstant olduğu hərəkət göstərir. 8. Yuxarını silim ki, 8-i yaza bilək. 8. Sükunət vəziyyətindən 3 sm bölünsün saniyə kvadratı təcillə hərəkətə başlayan avtomobilin 6-cı dəqiqənin sonundakı sürətini hesablayın. Burada əsas diqqət eləməli olduğumuz sükunət, yəni sükunət vəziyyəti, santimetri mütləq metrə çevirməliyik, dəqiqə, 6-cı dəqiqə, dəqiqəni mütləq saniyəyə çevirməliyik. Bunu metr eləməliyik, bunu saniyə eləməliyik. Sükunət vəziyyəti V0 bərabərdir 0. 3 dənə bizə diqqət eləməli olduğumuz nüanslar verilib. Bizdən nəyi soruşur sonda? Sonuncu sürəti, yəni V-ni soruşur. V-nin düsturu necə idi? V bərabərdir V0 üstə gəlinsin AT. Baxırıq, V0-ımız nə idi? 0. Deməli, onda qalır AT. A-mız neçədir? 3 santimetr böl saniyənin kvadratı. O zaman biz nə edəcəyik? Santimetri çevirməliyik. 1 metrimiz neçə santimetrdir? 100 santimetr. Onda nə edirik? 3-ü bölürük 100-ə. Çünki bizdən metr neçə santimetr yox. Santimetr neçə metr deyil. Ona görə bölürük 100-ə. 6-cı dəqiqə. 1 dəqiqə neçə saniyədir? 60. Vururuq. 6 vur 60. Sıfırlar getdi. Qaldı neçə? 6 vur 6, 36. 36-nı da vururuq 2-yə. 108. 108-i də bölürük 10-a. O da bərabərdir 10,8 metr böl saniyə.
Cavabımız eləyir Y variantı. 9. VT qrafikinə əsasən cismin hərəkət təcilinin proyeksiyasını hesablayın. V-ni verib, T-ni verib, bizdən təcili soruşur. Aha, bu düsturdan biz nəyə görə bilirik? Başlanğıc sürət verilib. Hansı sürətlə başlayır? Baxın, hərəkət, birinci baxmalıyıq ki, hərəkət necə hərəkətdir? Hərəkət gəlib T nöqtəsində, yəni 4 saniyədə dayanıbsa, hərəkət yavaşlayan hərəkətdir. Bunu nəzərə almalıyıq. Yavaşlayan hərəkətdə V bərabərdir V0 çıxılsın AT. Burada V bizdən nəyi soruşur? Təcili soruşur. A nəyə bərabərdir? Belə yazaq. V çıx. V0 bərabərdir mənfi AT-yə. Bizdən A-nı soruşur. Başlanğıc sürətimiz neçədir? 8. Gətirib yazırıq. 8. Ya da elə aşağıda yazım ki, rahat görə biləsiniz. Və son sürətimiz neçədə dayanıb? 4-də dayanıb. 0 çıx 8 bərabərdir. Başlanğıc sürətimiz 8 oldu. Yəni 8-dən başlayıb, amma 4 saniyədə artıq sürəti 0 olub. Ona görə bu 0 yazım. Aha, 0 çıxılsın 8 mənfi A vurulsun. T-miz neçədir? 4. Deməli, mənfi 8 bərabərdir. Mənfi 8 bərabərdir mənfi 4 A-ya. A da bərabərdir 2. Aha, biz 2-ni tapdıq, amma 2 necə 2-dir? Çünki bizdə 2 dənə cavab var. 2-ni tapırıq. Ya A-dır, ya B-dir. Əgər hərəkət bərabər yavaşlayan hərəkətdirsə, və sürət 8-dirsə, yəni V0-ımız müsbət işarə ilə başlayıbsa, o zaman təcil necə olmalıdır? Mənfi olmalıdır ki, hərəkət müsbət olsun. Başa düşdük? Yəni, əgər hərəkət bərabər yavaşlayan hərəkətdirsə, sürət müsbətdirsə, mütləq təcilin işarəsi mənfi olmalıdır ki, hərəkət bərabər yavaşlayan hərəkət olsun. Aydın oldu? 10. Sükunət vəziyyətindən 2 sm bölünsün saniyə təcillə hərəkətə başlayan avtomobilin 4-cü dəqiqəsində sürətini hesablayın. Bu da eyni şəkildədir. Diqqət eləməli olduğumuz sükunət, yəni V0 bərabərdir 0. Santimetr, yəni biz onu metrə çevirməliyik. Dəqiqə, yəni biz onu saniyəyə çevirməliyik. Aha, indi gəlin yazaq. V bərabərdir V0 üstə gəlsin AT. V0 0-dır. A-mız 2-dir, amma santimetri metrə çevirmək üçün böləcəyik 100-ə. 4-cü dəqiqə, yəni T-miz 4-dür, amma dəqiqəni biz saniyəyə çevirmək üçün vuracağıq 60-a. Sıfırlar getdi, qaldı 24, 48, 48 böl 10. O da bərabərdir 4,8 metr böl saniyə. Cavab olacaq D variantı. 11. Sürətin proyeksiyasının zamananaslıq qrafikində hansı hissədə bərabər yeyinləşən hərəkət göstərilir? Bərabər yeyinləşən hərəkət o hərəkətdir ki, baxaq bir-bir gəlin bunları danışaq. Bunlar barədə danışaq. Bunların hamısını analiz edək. A, B. V-nin T-dən asılılığında AB necə hərəkətdir? AB bərabər sürətlə hərəkətdir. B, C. X oxuna, baxın, bax. Bu X oxuna əgər hərəkət yaxınlaşırsa bu hərəkət bərabər yavaşlayandır. Əgər X oxundan uzaqlaşırsa, hərəkət bərabər yeyinləşəndir. BC X oxuna yaxınlaşır. O zaman necə hərəkətdir? Bərabər yavaşlayan. CD X oxundan baxın uzaqlaşır belə. Deməli necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Bunu saxlayaq, buraya yazaq bərabər yeyinləşən. Sonra CD X oxuna paralel olduğu üçün və sürətin zamandan asılılığı olduğu üçün necə hərəkətdir? Bərabər sürətli. YF X oxuna yaxınlaşdığına görə necə hərəkətdir? Bərabər yavaşlayan. Deməli cavabımız hansı oldu? Bərabər yeyinləşən CD, yəni Y variantı. 12.
cismin sürətinin proyeksiyasının, buranı təmizləyək, cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismin təcili sıfıra bərabər olacaq? Cismin təcili hansı halda sıfır olur? Bərabər, bunu heç qrafika baxmadan deyirik. Hansı halda sıfır olur cismin təcili? Bərabər sürətli hərəkətdə. Yəni, V bərabərdir konstantda təcil sıfıra bərabər olur. Çünki hərəkət düz xəttli, bərabər sürətli. Yəni, yadınızda düşürsə, bundan əvvəlki mövzuda biz ümumiyyətlə təcil söhbəti danışmırdıq. Çünki təcil yox idi. Ona görə də təcilin sıfır olmağı üçün bərabər sürətli hərəkət olmalıdır. Baxırıq, hansı hərəkət? A-da, deməli, T1-ə qədər X oxundan uzaqlaşır. Düzdür? Necə hərəkətdir? Elə bunları da yazaq. Bərabər yeyinləşən. Bu, T1-dən T2-yə X oxuna neyinir? Yaxınlaşır. Necə hərəkətdir? Bərabər yavaşlayan. Sonra T2-dən T3-ə V-nin T-dən asılığı paraleldirsə necədir? Bərabər sürətli. T3-dən T4-ə X oxuna yaxınlaşırsa necə hərəkətdir? Bərabər yavaşlayan. T4-dən T5-ə necə hərəkətdir? X oxundan uzaqlaşırsa bərabər yeyinləşən. Deməli, cavabımız nə olur? Bizdən nəyə soruşurdu? Təcilin sıfır qiymətin, yəni V-nin konstant qiyməti. Cavab T2-dən T3-ə. Cavab Y variantı. Aha. Keçdik növbətiyə. 13. Cismin eyni şəkildə cismin sürətinin proyeksiyasının zamanın asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismin təcilinin proyeksiyası müsbətdir? Bizdən indi soruşur təcilin müsbət olduğu. Yəni, hansı halda cismin təcili müsbət olacaq? Təcil müsbət. Hərəkət, əgər V-lər müsbətdirsə, baxırıq X-dan yuxarıdadırlar da, hamısı müsbətdir, doğrudur. Əgər X-dan yuxarıdan söhbət gedir. Əgər onlar müsbətdirsə, bərabər yeyinləşən hərəkət olmalıdır ki, təcilin də işarəsi müsbət olsun. Baxırıq, bu necə hərəkət idi? Bərabər yavaşlayan. Bu necə hərəkət idi? Bərabər sürətli. Bu necə hərəkət idi? Bərabər yavaşlayan. Bu necə hərəkət idi? Bərabər yeyinləşən. Aha. İndi bizdən nəyi soruşur? Təcilin müsbət qiyməti. Bu hərəkət necə idi? Bərabər yeyinləşən. Əgər V-miz müsbətdirsə, təcil də müsbət olsa, hərəkətimiz necə olacaq? Bərabər yeyinləşən. Yəni 0 T1 xəttində B variantı. 0 T1 xəttində təcil müsbət olacaq. İndi soruşa bilərsiniz ki, niyə görə T4, T5 ola bilmir? Orada artıq təcil mənfi olur. Yəni sürət mənfi olur deyə təcil mənfi olmalıdır ki, bizim hərəkətimiz bərabər yeyinləşəndir. Burada qeyd eləmişəm, bərabər yeyinləşən. Hansı halda bərabər yeyinləşən olur? Ya ikisi mənfi olmalıdır, ya ikisi müsbət olmalıdır. Əgər V-miz mənfidirsə və bizdən də bərabər yeyinləşən hərəkət nəticədə olmağını istəyirsə, bu zaman təcildə mənfi olmalıdır ki, hərəkət bərabər yeyinləşən olsun. Aydın oldu. Keçdik 14. Sükunət halından 0,1 metr/saniyə kvadratı təcillə düzxəttli hərəkətə başlayan cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Bizim baxmalı olduğumuz sükunət V0 sıfıra bərabərdir. Deməli, təcil düzdür, saniyə, yəni T düzdür. Yazırıq. S-in düsturu nə idi? Bayaq birini yazmışdıq. İndi birini yazıram. V0T üstə gəlinsin. AT kvadrat bölünsün 2. Bu da 2. İkinci əsas düsturu, yəni yolun ikinci əsas düsturu. Bizdən nəyi soruşur? V0 0. V0 0-dırsa, o zaman bunu düsturu heyf eləmək istəmirəm. Qəşəng yazılıb oradan. Gəlin buradan yazın. S bərabərdir V0T üstə gəlsin AT kvadrat böl 2. V0 0-dırsa, bu da getdi 0. Bərabərdir. Nə qaldı? AT kvadrat bölünsün 2. Gətirib yazırıq. S bərabərdir. A-mız neçədir? 0,1.
vurulsun. T'imiz neçədir? 36. Çünki T'nin kvadratı. Bölünsün 2. 2 ilə 36 ixtisara gedir. Qalır nə? 18, 0, 0, onda 1. O da bərabərdir. 1,8 metr. Cavabımız olur C variantı. 15. Bunu buradan sileyim. Yer olsun. Aha, başlanğıc sürəti 10 metr bölü saniyə olan cisim 0,5 metr bölü saniyə kvadrat təcili tormozlamağa başlayır. 4-cü saniyənin sonunda cismin sürətini hesablayın. Yazırıq. Başlanğıc sürət nədir? V0 bərabərdir 10. A-mız nədir? 0,5. Tormozlanma nə deməkdir? Baxın, əslində mən bunları yazmayayım. Əsas nöqtəni sizə göstərim. Burada diqqət eləməli olduğumuz. Siz məsələni oxudunuz. Məsələni oxuyanda çalışın. Mən bayaqlarda qeyd elədim, hansı ki diqqət eləməli olduğunuz nüansların altından xətt çəkin. Santimetrdirsə xətt çəkin, yazın metrə keçməlidir. Saniyə və ya dəqiqədirsə siz onun altından xətt çəkin, yazın saniyəyə keçməlidir. Sükunət vəziyyətidirsə, demək onun, məsələn burada yazılıb. Sükunət vəziyyətidir, altından xətt çəkin, yazın V0 bərabərdir 0. Tormozlama deyilirsə, altından xətt çəkin, yazın bərabər yavaşlayan. Tormozlama nə deməkdir? Əgər hərəkət etdiyiniz zamanda birdən-birə hərəkət yavaşlamağa başlayır və hərəkət dayanırsa və tormozlanma baş versə, bu zaman hərəkət bərabər yavaşlayan hərəkətdir. Aha, bərabər yavaşlayan hərəkət olduğunu qeyd elədik. Verilənlər onsuz da yuxarıda var deyə yenidən aşağıda yazmıram. İndi bizdən nəyi soruşur? Son sürəti soruşur. Son sürət nəyə bərabərdir? Biz yolu yuxarıda yazdıq, gəlin son sürəti də yazaq. Düzdür, indiyə qədər yazmışıq, amma yenə də qeyd eləyək. V bərabərdir V0 çıxılsın AT. Bunu da bu şəkildə yazın. Aha, və siz sual verə bilərsiniz ki, niyə görə mənfi yazdıq? Axı bizim hərəkətdə tormozlanma deyilir və tormozlanma hərəkətin bərabər yavaşlayan hərəkət olduğunu göstərir. Bərabər yavaşlayan olması üçün ya sürət təcil biri mənfi, biri müsbət olmalıdır ki, biz onun yavaşlayan hərəkət olduğunu göstərək. Yəni, ya V0-ın qabağında mənfi, A-nın qabağında müsbət olmalıdır və yaxud da V0-ın qabağında müsbət, A-nın qabağında mənfi olmalıdır ki, hərəkət yavaşlayan hərəkət olduğu göstərir. Niyə görə biz V0-ın qabağında yazmadıq? Çünki bizdə V0-ı müsbət verib. Daha doğrusu V0 və T-ni verib, amma bizə müsbət mənfini özümüz təyin eləyəcəyik. Çünki bizə başlanğıc sürətini verib. Ondan başlayıb, mənfi ondan başlamayıb. Və biz onu götürüb elə yerinə yazacağıq. Aydın oldu. Bu da bizim təcilimiz. 0,5 gətirib yazırıq. V0-ımız nədir? 10 çıxılsın. A-mız neçədir? 0,5 vurulsun. T-miz neçədir? 4. 0,5-i vuranda 4-ə neçə eləyir? 8. Ondan da 8-i çıxırıq, eləyir 2. Yox, bu üzr istəyirəm. 0,5-i 4-ə vururuq, neçə eləyir? 2. Ondan da 2-ni çıxırıq, qalır 8 metr böl saniyə. Cavabımız eləyir Y variantı. 16. Başlanğıc sürəti 5 metr böl saniyə olan cisim 0,5 metr böl saniyə kvadratı ilə düz xətli bərabər yeyinləşən hərəkət edir. 4-cü saniyənin sonunda cismin sürətini hesablayın. Baxın, burada artıq qeyd edilib. Bayaqları bizə tormozlanma deyildi. Biz özümüz təyin elədik ki, tormozlanırsa bərabər yavaşlayandır. Amma burada özü qeyd edilib ki, bərabər yeyinləşən. Bərabər yeyinləşəndə sürətin düsturu necə olur? Müsbət olur. Yəni, ikisinin də işarəsi eyni olur. Ona görə də V0 üstə gəlinsin. AT, bu da bərabər yeyinləşən hərəkətindir. V0-ımız neçədir? 5. Üstə gəlsin. A-mız neçədir? 0,5. T-miz neçədir? 4. Vur 4. Bərabərdir. 0,5-i 4-ə vururuq. Neçə eləyir? 2. 5-in üstünə də 2-ni gəlirik. Neçə eləyir? 7 metr böl saniyə. Cavab eləyir C variantı. Aha. Başlanğıc sürəti V0 olan bərabər yavaşlayan hərəkət edən cismin T müddətindən sonra dayandı. Dayandı nə deməkdir? Dayandı, yəni hərəkət bərabər yavaşlayan hərəkətdir. Aha, və bərabər yavaşlayan hərəkətdə son sürət 0-a bərabərdir. Bu müddət ərzində cismin yer dəyişməsini hesablayın. Bayaqları mən sizə demişdim, 3 dənə əsas düstur var ki, onları mütləq şəkildə yadınızda saxlamalısınız. Həmin o düsturlardan 2 dənəsini yazmışam, 1 dənəsi isə qalıb. Onlara baxırıq diqqətlə ki, 2 dənəsi yadımızdadır.
sayılır. Biri isə, üçüncüsü isə s bərabərdir v x üstə gəlir v0 x bölünsün 2 vurulsun t. Bu da üçüncüsüdür. Bu da üçüncüsüdür. Mütləq şəkildə yadımızda saxlayırıq. Aha, indi orada düsturu korlamıram. Gəlib aşağıdan yazıram. S bərabərdir. S bərabərdir. Bizdən nəyi soruşur? Deyir ki, son sürət sıfıra bərabərdir. Yəni, belə yazım da. V0 böl 2 vur t. V getdi sıfıra. Yəni, cavabımız nə qalacaq? V0 t bölünsün 2. Cavab olacaq D variantı. 18. Bərabər təcilli hərəkətdə cismin koordinatı verilmiş t anında hansı ifadə ilə təyin olunur? Aha, növbəti tənliyimizi qeyd eləyək. Ən lazımlı tənliklərdən biridir. Koordinatın tənliyi x bərabərdir. x0 üstə gəlsin. v0t üstə gəlinsin. a t kvadrat böl 2. Bizdən koordinatın proyeksiyaları deyilirsə, yəni bizdən təcilin proyeksiyasının, sürətin proyeksiyası, onların ayaqlarında mütləq şəkildə x-ları da yazacağıq. X-larımız da var. Aha, bizdən deyir ki, v0 x 0-a bərabərdir. Bunu da qeyd eləyək belə, tənlikdir. Bizə deyir ki, v0 x bərabərdir 0. O zaman x nəyə bərabərdir? x0 üstə gəlinsin. a t kvadrat bölünsün 2. Cavabımız olur D variantı. Biz dərs izahlarında v0-ın qarşısında, x0-ın qarşısında, ax-ın qarşısında olan işarələrə görə hərəkətlərin dəyişməsini müşahidə edəcəyik. Lakin bu növbəti dərslərə olan izahlarda deyə onları dərs izahları bölməsindən tapa bilərsiniz. Hələ ki biz yalnız tənliklər üzərində qeyd edirik ki, belə bu formada daha yaxşı yaddaşda qala bilsin. Keçirik 19-a. Sükunət vəziyyətindən düzxətli bərabər təcilli hərəkətə başlayan zaman cismin sürətinin modulu hansı ifadə ilə təyin olunur? Deməli, bilirik ki, S hansı ki öncə səhv eləmirəmsə birinci qeyd elədiyim S nəyə bərabər idi? Yox. S bərabər idi V-nin kvadratı çıx V0-ın kvadratı bölünsün 2. Bizdə nə deyir? Sükunət vəziyyəti. Sükunət vəziyyəti isə V0-ımız nəyə getdi? Sıfıra getdi. Onda S bərabər oldu. Buraya yazın. S bərabər oldu. V kvadratı bölünsün 2. Bizdən nəyi soruşur? Sürəti soruşur. V bərabərdir. Kök altda 2A. Aha, kök altda 2AS. Cavabımız eləyəcək D variantı. Aydın oldu. 2-nin qarşısında A yazılmamışdır. Sükunət vəziyyətində 20. Sükunət vəziyyətində nə deməkdir? V0 bərabərdir 0. Sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan zaman sərf olma zamanı tapın deyir bizdən. Yəni T-ni, S-in düsturunu yazırıq. Birinci zamandan asılı olan S nəyə bərabər idi? V0 T üstə gəl A T kvadrat bölünsün 2. V0-ımız nə idi? 0 getdi. S nəyə bərabər oldu? A T kvadrat bölünsün 2. Bizdən T-ni soruşursa T nəyə bərabərdir? T bərabərdir. Kök altda 2S bölünsün A-ya. Deməli, 2S bölünsün A. Cavabımız nə olacaq? B variantı. Keçdik. Sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan zaman cismin təcili hansı ifadə ilə təyin olur? Sükunət vəziyyəti təcili soruşur. Deməli, yazırıq. Təcilin düsturu nəyə bərabərdir? V çıxılsın. V0 bölünsün T. Bizdə nə edir? Sükunət 0. V0 getdi 0-a. Qaldı nə? V bölünsün T. Cavabımız nə edir? B variantı. 22. Sükunət vəziyyətindən bərabər təcili sükunətin altından xətt çəkirik. Bərabər təcili hərəkətə başlayan cismin təcilinin proyeksiyasını soruşursa, təcillə asılı olan yer dəyişmə düsturumuz nəyə bərabər idi? S bərabər idi. AT kvadratı. Daha doğrusu bu formada yazaq. Hələ ki bu formada yazaq. Sonra artıq əzbərləyəcəksiniz. V0 sükunət deyir deyə V0 getdi 0-a. Ona görə nə qalır? AT kvadrat bölünsün 2. Bizdən də təcili soruşur. Təcil nəyə bərabərdir? 2S bölünsün T-nin kvadratı. Proyeksiyalarında yazmağı unutmuruq. Aha. AX bərabərdir 2SX. SX bölünsün T-nin kvadratı. Cavab A variantı.
23. Sükunət vəziyyətindən düz xəttli bərabər təcilli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Düsturunu yazırıq. S-in düsturu nəyə bərabər idi? S bərabərdir Vx üstəgəl V0x böl 2 vur T. Bizdə nə deyir? Sükunət vəziyyəti, ona görə V0 getdi. Sıfıra qaldı nə? S bərabərdir Vx bölünsün 2 vurulsun T. Cavabımız Vxt bölünsün 2, yəni cavab A variantı. Bunu bu şəkildə də yaza bilərik. Cavab A variantı. 24. Sükunət vəziyyətindən düz xəttli bərabər təcilli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Yazırıq, sükunətin altından xətt çəkir, yerləşmənin proyeksiyasını soruşursa, bizdən SX-i soruşur. Baxırıq ki, S-in hansı düsturunu yazmalıyıq ki, bizə uyğun olsun. Ona görə də təcil verilib, V verilib. Gəlin S düsturunu yazaq. Baxın bunun V-nin kvadratı çıx, V0-ın kvadratı bölünsün 2A. Sükunət deyirsə V0 sıfıra getdi, bərabərdir Vx kvadratı bölünsün 2A. Bizdən nəyi soruşurdu? Elə düsturu götürmüşük. Mən elə sadəcə Vx ilə Ax götürmüşdüm. Ona görə də elə cavabımız B variantı eləyir. Yəni mən sadəcə nümunə olaraq siz özünüz qeyd eləsəniz ki, hansı şəkildə, yəni qeyd eləsəniz ki, 3 dənə düsturu var da, hansı ki V0T, indi gəlin onları bir-bir yazaq. Bayaqları hamısını qeyd elədim. 1. S bərabərdir V0T üstəgəl AT kvadrat bölü 2. 2. S bərabərdir V-nin kvadratı çıx, V0-ın kvadratı bölü 2A. 3. S bərabərdir V plus V0 bölü 2 vur T. Artıq bu 3 düsturdan siz rahatlıqla üçündən biri olacaq da, yəni cavabda mütləq şəkildə. Aydın oldu. Bunları qeyd eləsəz rahatlıqla tapa bilirsiniz. 25 düz xəttli bərabər təcilli hərəkətdə sürətin proyeksiyası hansı ifadə ilə təyin olunur? Sürətin düsturunu bilirik. Yəni T kvadratı yoxdur, bu yoxdur, nisbət yoxdur. Yəni bir dənə düsturumuz var, onu da bayaqları qeyd eləmişdik. V0x üstəgəlinsin AT. Yəni sürətin düsturu bu şəkildə olacaq. Sonra növbəti səhifəyə keçək. Onuncu səhifə. Baxırıq 26. Metr böl saniyənin kvadratı ifadəsi hansı fiziki kəmiyyətin vahididir? Bilirik ki, təcilin vahidi metr böl saniyənin kvadratı, yəni Y variantıdır. Maddi nöqtənin düz xəttli bərabər yavaşlayan hərəkəti zamanı bayaqları qeyd eləmişdim mən. Bərabər yavaşlayan, bərabər yeyinləşən və bərabər təcili sözünü gördünüzsə, bu hərəkət A-nın konstant olduğu qiymətdir. 28. Düz xəttli bərabər cismin sürətinin Vx proyeksiyası zamandan asılı qrafikləri verilmişdir. OX qrafiklərdən hansı OX oxunun əksi istiqamətindədir? Yəni, baxırıq, X oxunun əksi istiqamətində diqqətli olmalı olduğumuz və bərabər yavaşlayan 2 dənə nüans verilir. X oxundan yuxarıdadırsa, baxın, bu X oxudur. X oxundan yuxarıdadırsa, bu X oxu istiqamətindədir. Yəni, bunu sərgəli yazım. OX oxu istiqamətində. Əgər X oxundan aşağıdadırsa, bu zaman OX oxu əksi. Bu şəkildə olacaq. Yəni, yuxarı o X oxu istiqamətindədir, aşağı OX oxu əksi istiqamətindədir. Baxırıq, birinci hərəkət necə hərəkətdir? Əgər X oxundan uzaqlaşırsa, bu hərəkət bərabər yeyinləşən hərəkətdir. X oxuna paraleldirsə, 2 nədir? Bərabər sürətli hərəkətdir. X oxuna yaxınlaşırsa, üçüncü hərəkət necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Deməli, 4 X oxuna paraleldirsə, bərabər sürətli hərəkətdir. X oxuna paraleldirsə, bərabər sürətli hərəkətdir. Əgər X oxuna 5 X oxuna yaxınlaşırsa, bu zaman bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdirsə, bu zaman
Əgər bərabər yavaşlayan hərəkətdirsə, bu zaman bizdən 2 dənə əsas nüansı soruşurdu. O x oxunun əksi istiqamətində və bərabər yavaşlayan. Yuxarıdakılar x oxunun istiqaməti idi, aşağıdakılar x oxunun əksi idi. Və yavaşlayan hərəkət deyirsə, biz hamısını aydın, ayrı-ayrılıqda analiz etdiyimizə görə cavabımızı rahatlıqla tapa bilirik. 29. Cismin sürətinin baxın, indi oxumuram tam. X oxu istiqamətindədir və bərabər yeyinləşəndir. Biz nə dedik? Yuxarıdadırsa, eynidir də, gəlin baxaq. Yuxarıdadırsa, x oxundan yuxarıdadırsa, bərabər yeyinləşəndir. Yəni, x oxu istiqamətindədirsə, x oxundan yuxarıdadır. X oxunun əksidirsə, x oxundan aşağıdadır. Bu zaman bizdən x oxu istiqamət deyilirsə, buralara baxmırıq. Bərabər yeyinləşən deyirsə, 2 bərabər sürətlə hərəkətdir, 1 bərabər yeyinləşən hərəkətdir. Cavabımız olacaq 1, yəni Y variantı. Keçdik 30. Hansı qrafik bərabər yavaşlayan hərəkəti göstərir? B kimi bir qrafikimiz yoxdur. Baxırıq, X deməli, A bərabər sürətlini göstərir. Yəni, düz xətdirsə, yadınızda qalsın ki, o bərabər sürətlidir. Ona görə bu da getdi. Ya C-dir, ya Y-dir, ya da D-dir. Əgər qrafik X oxundan uzaqlaşırsa və bu zaman qrafik X oxundan uzaqlaşırsa və aşağıya doğru, yəni x oxunun əksi istiqamətindədirsə, uzaqlaşanda olur bərabər yeyinləşən hərəkət. Məsələn, D variantı bərabər, bunu belə yazmayın, birdən kimsə baxar, elə bilər cavabdır. X oxundan uzaqlaşırsa, bu zaman olur bərabər yeyinləşən hərəkət. Əgər bu formada olursa qrafikimiz, yəni üzü aşağıya doğru gəlirsə x oxuna tərəf, bu zaman olur bərabər yavaşlayan hərəkət. Ona görə də cavabımız olacaq C variantı. Bunu da sərgəli yazaq. C variantı. D variantı bərabər yeyinləşən hərəkətdir. X oxu istiqamətində və x oxu əksi istiqamətində olmaqla dəyişir. Yəni, siz də indi növbəti mövzularda da izahlara baxacaq. Əgər bu qrafiklərdə hər hansısa bir çətinlikləriniz varsa, onları qeyd edə bilərsiniz. Sizin sualların hamısına bir-bir baxılacaq və dərs izahlarında mütləq şəkildə nəzərə alınacaq. Bugünlük bu qədər. Görüşmək ümidi ilə növbəti mövzumuzda, yəni izahda 31-dən 60-a qədər test izahları olacaq. Sağ olun, hələlik.